Salam, bugünkü izahımız halogenlər bölməsindən ətraflı yazılar olacaq. Burada düz 11 dənə test var. Növbəti vaxt itirmədən başlayaq birinci sualımızın izahından. Bizə burada nə verib? Manqan 4 oksid verib. Üzərinə hidrogen klorid əlavə edildikdə xlor qazının çıxdığını deyir. Gəlin reaksiyanı yazaq. Bu laboratoriyada manqan 4 oksidin üzərinə hidrogen klorid əlavə etdikdə xlor qazının alınması reaksiyasıdır. Burada su və manqan xlor 2 də alınır. Əmsallaşdırdıqda suyun qabağına 1, 2 düşür. Bir də hidrogen halogenidin qabağına da 1, 4 düşür. Bizə deyir reaksiyanın tənliyini yazın və 4 mol reaksiyanın tənliyini yazdıqdan sonra mütləq şəkildə əmsallaşdırmaq lazımdır. Bunu nəzərə də alın. Bizə burada deyir ki, indi 4 mol xlorun alınmasına sərf olan hidrogen xloridin molunu tapın. Biz görürük 4 mol hidrogen xlorid alındıqda nə qədər xlor alınır? 1 mol. Bəs 4 mol xlor alınması üçün nə qədər götürülməlidir hidrogen xlorid? 16 mol. Bu oldu. Cavab burada 16. Növbəti keçək ikinci testimizə. İkinci tip testlər qəbul imtahanına, situasiya və yaxud da açıq tipli test tapşırıqlarına daha çox düşür. Kalium hidroksidin biz xlor ilə reaksiyasını yazırıq, amma istidir. Ona görə də olacaq buradan nə? Kalium klorid, sonra kalium xloro3, sonra su əmələ gəlir. Əmsallaşdırdıqda bunun qabağına bir 3, 6 düşür. Bura bir 3 düşür. Bunun qabağına bir 5 düşür. Bir də bu suyun qabağına bir 3 düşür. Biz bunları yazdıq, əmsallaşdırdıq. Deyir ki, indi qələvi və alınan duzların kütlələrinin zamandan asılılığı verilib. Buradan 2 dənə duz alınır. Gördüyünüz üzrə 2 dənə duz alınır. Bu duzlardan birinin kütləsi M+50'dir, biri M'dir. Deməli, bu duzların kütlələri arasındakı fərq 50 qramdır. Gəlin biz bu duzların öz kütlələrinə baxaq. Görək bunlar arasındakı duzumun biri budur, biri də budur da. Nə qədər fərq var, kütlə fərqi. Kalium xloridin kütləsi hesablayanda və 5'ə vuranda 372,5 eləyir. 372,5 eləyir. Kalium xloro3-ün kütləsi isə 1 mol elək, aradakı da 112,5 qram eləyir. İndi bizdən nə istəyir? Biz bunların arasındakı fərqə baxası olsaq, yuxarıdakından aşağıdakını çıxdıqda 250 qram aralarında fərq eləyir. Bizdən isə M-dən N-in qiymətini tapmaq istəyir. Gəlin tapaq. M ən böyük olan duzdur. Təbii ki, kalium xloriddir. Mən görürəm ki, 372,5 qram olanda arada azalma fərq 250'dir. Bəs aradakı fərq 50 olanda nə qədərdir kütləsi? M plus 50'dir. Buradan hesabladıqda M-ə çıxır 67 tam. Burada mən M-i hesablamalıyam. Bundan getdikdə burada M-ə qiymət çıxacaq 24,5. Buradan tapdıq bunun qiymətini. Bir də bizdən N-i istəyir. N-i necə tapa bilərəm? 6 vur 56 qram kalium hidroksidə görə. O zaman tənasüb belə olar. 50 qram azalmada N qədər sərf olubsa, 250 qram azalmada nə qədər sərf olub? 6 vur 56. Buradan da N-i tapdıqda eləyir 67,2. Bizdən N-lə M-in qiymətini istəyirdi. Bu şəkildə tapdıq. Dördüncü bloklar mütləq şəkildə bu suallara diqqət yetirsinlər. Gələk üçüncüyə. Bizə burada deyir ki, xromla kalsiyum hidrogen xloridlə reaksiya daxil olur. Burada bilməliyik ki, biz xrom hidrogen xloridlə reaksiya daxil olanda dəmir kimi 2 valentli olur. Buradan alacağıq xrom xlor 2. Üstə gəlinsin hidrogen. Bura 1-2 yazsam kifayətdir. Kalsiyum hidrogen xloridlə reaksiya daxil olduqda kalsiyum xlor 2 plus hidrogen. Burada 1-2 yazmağım kifayətdir. Mənə nəyi deyir burada? Deyir tam xlorlaşmasından alınan xlorun, sərf olunan xlorun molu birində A-dır, birində B-dir. Deməli, burada özləri verib. Tutaq ki, bunun M qramına
A mol sərf olub. Bunun N qramına B mol sərf olubdur. Xlordan alınan duzların mol sayları bərabərdir. Burada nə edirik biz? Aşağıda baxaq görək bizə nə verib. AB nisbətini və MN nisbətini hesablayın deyir. Mən burada bir şey səhv yazmışam. Burada xlorla deyir, tək xlorla. Mən hidrogen xloridlə reaksiya aparmışam. Ona görə reaksiyam səhvdir. Deməli, xrom üstə gəlinsin xlor. Bu zaman 3 valentli olacaq. Xrom, xlor 3. Əmsallaşdıranda bura 1, 2, bura 1, 3. Bura 1, 2 düşəcək. Bir də kalsium üstə gəlinsin xlor. Alınacaq kalsium, xlor 2. Bizə burada deyir xlorlaşmasından alınan duzların molları bərabərdir. Bu 2 mol olduğuna görə bunları da 2 mola gətirməliyəm. İndi nə edirəm? Bunu M qram götürəndə A mol sərf olur. Bunu N qram götürəndə bu B mol sərf olur. Məndən A bölək B-ni istəyir. Alınan duzların molları bərabərdirsə, A-ya 3 desəm, B-yə də 2 deyəsəm, 1.5 qiymətini buradan alaram. Bir də M bölək N-in qiymətini istəyir. M ilə N də kütlələrdir. M bölünsün N. Deməli, xromun M-i 52-dir. 52-ni vururam 2-yə. Bir də bölürəm. 2-ni vururam 40-a. Buradan isə cavab alacağım 1.3 qiymətini. Bu şəkildə. Sonra gələk 4-cü sualımıza. 4-cü sualda bizə yenə deyir ki, xlor qazının A maddəsinin isti məhlulu ilə reaksiyasından BC duzları əmələ gəlir. Kibritin alışması zamanı B duzunun fosforla reaksiyası baş verir. Deməli, onda B duzu kalium xloru 3-üymüş ki, bu olub. Deməli, xlorun nə ilə reaksiyasını götürmüşük burada? Xlorun kalium hidroksidlə isti reaksiyasıymış ki, buradan kalium xlorid, kalium xloru O3 plus su əmələ gəlir. Artıq bu reaksiyaları əzbər bildiyimizə görə bura 3 mol, bura 6 mol, bura 5 mol, bura 3 mol düşür. Deməli, əgər mənim B duzum bu duzdursa, daha doğrusu bu duzdursa, onda bu duzum isə C duzudur. A maddəm də kalium hidroksiddir. Maddələri müəyyən elədik. Bizdən nə istəyir? Deyir A və C-nin duzunun kimyəvi formulunu və B duzunun fosforla arasında gedən reaksiyanın təhlilini yazıb əmsallaşdırın. A, B, C maddələrin hər birinin formullarını yazdım. B duzumuz kalium xlorat idi. Kalium xloru 3. Bunun fosforla reaksiyasından kalium xlorid plus P2O5 əmələ gəlir. Bunu da əmsallaşdırdıqda bura 1,5. Fosforun qabağına 1,6 düşür. Kalium xloridə 1,5. P2O5'ə də 1,3 düşür. Bu şəkildə oldu 4-cü testimiz. Növbəti davam edək 5 nömrəli ilə. Bizə burada nə deyir? Qeyd edir ki, 11,2 qram dəmirin tam həll olmasına sərf olunan 200 ml hidrogen xloridin molyar qatılığını və bu zaman əmələ gələn duzun mol miqdarını müəyyən edin. Gəlin birincisi biz dəmiri hidrogen xloridlə reaksiya aparaq. Buradan alınacaq dəmir xlor 2 plus hidrogen. Əmsallaşdıranda bura 1,2 düşər. Bundan sonra nə etmək lazımdır? Tənasibimizi quraq. 56 qram dəmirə görürəm ki, 2 mol sərf olub. Bəs 11,2 qrama nə qədər sərf olar? X. Buradan X-i tapanda alıram 0,4 mol. Nə var imiş? Hidrogen xlorid sərf olubmuş bu reaksiyaya. Məndə indi millisi var hidrogen xloridin. Molu var. C bərabərdir nu bölək V düsturundan istifadə eləsəm 0,4-ü 0,2-yə bölsəm, bunu təbii ki litrə çevirdim. Alıram 2 molyar. Deməli hidrogen xloridin molyarı 2 imiş. Bu zaman deyir əmələ gələn duzun mol sayını tapın. Əmələ gələn duzun mol sayını tapanda isə tənasibi bu şəkildə qura bilərəm. Görürəm ki 2 moldan 1 mol duz alınırsa 0,4-dən nə qədər alınır? X. X də bərabərdir 0,2 mol duz əmələ gəlmiş olar. Sonra gələk 6-ya. 6 tipli suallar 4-cü bloka daha çox düşən test nümunələrindəndir. Buna diqqətlə baxaq. Bizə burada nə deyir? Deyir ki, mis və mis oksiddən ibarət olan bir qarışıqdır. Qarışıqda maddələrin ümumi mol miqdarı
%45'dir. Məsələn, buna bir x mol deyim, buna bir y mol deyim. X plus y cəmi olsun 0,45. Qarışığın kütləsi isə deyir M-dir. Artıqlaması ilə deyir reaksiyadan alınan duzun kütləsi isə M-5-dir. Mən buradan ilk öncə bilməliyəm ki, bu hidrogen xloridlə mis reaksiya daxil olmur. Amma mis oksid hidrogen xloridlə reaksiya daxil olaraq mənə mis xlor 2 plus su əmələ gətirər. Əmsallaşdırdıqda bura bir 2 yazmağım kifayətdir. İndi mən görürəm ki, deyir qarışığın kütləsi budur. Artıq miqdarda hidrogen xloridlə alınan duzun kütləsi M-5-dir. Gəlin baxaq. Bunun moluna bir x demişdim də. Bunun moluna da bir y demişəm. Onda 2y qədər hidrogen xloridlə reaksiya daxil olubdur. Y qədər duz alınıbdır. Y qədər də su əmələ gəlibdir. Mən x plus y cəminə 0,45 demişəm. Sonra kütlələr cəmini yazsam 64x üstə gəlinsin 80y bərabərdir. M götürüm. Əmələ gələn duzum da mis xlordur, xloriddir. Bunun M-ri 135'dir. Y ilə də qoyanda 135 y də bərabərdir. M-5'ə. Gətirib bu sistem tənliklə M-i həll eləyib tapsam, yerinə qoysam, burada M bərabərdir, olur 32. M32 isə gətirib birində yerinə qoyanda Y-ə çıxacaqdır 0,2, onda X-a da çıxır 0,25. Məndən istədiyi nədir? Deyir M-i müəyyən edin. M-i müəyyən etdik 35 və reaksiyada sərf olan hidrogen xloridin mol miqdarını tapın deyirdi. Biz burada sərf olan hidrogen xloridi 2y götürmüşdük. Y-in qiyməti də 0,2-dir. Yerinə qoyduqda isə alıram 0,4. Sonra gələk 6 nömrəli sualımıza. Deyir, kalium xlorat və xlorid turşusu arasında baş verən reaksiyanın tənliyi. Gəlin yazaq. Kalium xlorat üstə gəlinsin hidrogen xlorid. Buradan alınacaqdır. Bu hidrogen xloriddir. Alınacaq kalium xlor plus xlor plus bir də su. Bunu əmsallaşdırsaq biz, deməli, bunun qabağına bir 6 yazaram. Xlorun qabağına bir 3 düşür. Suya da bir 3 düşür. Məndən istədiyi nədir? Mən görürəm ki, maddənin kütləsi M-96-dan tamamilə düşüb 0-a. Təzə bir maddə alınıb. Deməli, bu maddəm kalium xloratdır da, bərk maddə. Bunun kütləsi M plus 9,6-dır. Əmələ gələn isə M-dir. Mən görürəm ki, bu maddə ilə bu maddənin arasındakı kütlə fərqi oksigen qədərdir. Yəni 48 qram azalma var. İndi neyiniyək? Tənasüb qurmalıyıq. Mən görürəm ki, 48 qram fərqdə nə qədər olubdur? Bir dənə şərtləri oxuyum. Deyir, xloridlə reaksiyasına alınan duzun kütləsi zamanla asılı dəyişməsi qrafiki aşağıdakı kimidir. M-in və reaksiyadan alınan duzun normal şəraitli həcmlə resistini hesablayın. Burada kalium xloridin kütləsi eləyəcəkdir 48 qram fərqdə 74,5 qram. 9,6 fərqdə nə qədər olub kütləsi? M qədər olub. Buradan M-ə qiymət çıxır 14,9. Məndən isə istədiyi nədir? Bir də alınan hidrogen xloridin molunu tapmağımı istəyir. Necə tapa bilərik? Mən görürəm 48 qramda 3 mol hidrogen xlorid qazı alınır. Bəs 9,6-dan nə qədər alınır? X. Litr dediyinə görə bunu 22,4-ə vurun. Promoy cavab çıxsın. Buradan da X eləyəcək 13,44 litr. Yəni alınan hidrogen xloridin qazının da həcmini hesablamış olduq. Gələk 8 nömrəli sualımıza. 8 nömrəli sualda bizə qeyd edir ki, N mol kalium xloratdır. Katalaktik parçalanması. Katalaktik parçalanması deyəndə kalium xlor üçün, yəni kalium xloratın manqan 4 oksidin iştirakında parçalanmasıdır. Buradan kalium xlor və oksigen qazı ayrılır. Temperaturda parçalanmasından isə tamam başqa məhsullar alınır.
Bura 1, 2, bura 1, 2, bura 1, 3 yazıram. Bir də qeyd eləmək istəyirəm ki, bərabər kütlədə götürdükdə duzların parçalanmasına ən çox oksigen verən kalium xloroiddir. İndi bizə qeyd edir ki, E-mi tapın, bir də E-ni müəyyən edin. Necə edəcəyik burada? Tənasübdən görsək, 2 mol kalium xlorat reaksiya daxil olduqda 3 vur 22,4 litr oksigen alınırsa, N qədərdən nə qədər alınıb? 3,36 litr. Buradan N-i tapdıqda N-ə 0,1 mol alınır. Sonra növbəti isə bizdən istəyir nə? Artıq qalan hidrogen xloridlə reaksiyadan alınan qazın mol şeyini tapın. İndi artıq qalan kalium xloroid üçün hamısı parçalanmayıb. O zaman hidrogen xlorid artıq qalıbdır. Reaksiya aparsaq bunu, biz buradan alacağıq kalium xlor, üstə gələk xlor, üstə gələk su. Bunu da əmsallaşdırsaq tez, kalium xloratda 1, bura bir 6 düşsə, xlora bir 3 düşsə, bir də suyun qabağına bir 3 düşür. Tənasübü necə qurarıq? Bu zaman mən görürəm 1 moluna 3 mol xlora alınırsa, 0,1 moluna N qədər alınır. Buradan da N bərabər 0,3. N-lə N-in qiymətini tapdıq. Gələk 9-a. 9-da bizə nə deyir? 9-da bizə qeyd edir ki, dəmirdir, kalsiumdur artıqlaması ilə hidrogen xloridlə reaksiya daxil olur. Dəmiri hidrogen xloridlə reaksiya aparsaq, dəmir xlor 2 plus hidrogen əmələ gəlir. Bura 1, 2 yazıram. Kalsiumu da hidrogen xloridlə reaksiya aparanda kalsium xlor 2 plus hidrogen alınır. Bura 1, 2 yazıram. Məndən indi istədiyi nədir? Bunların mol miqdarı N mol götürülüb. 2N qədər bu, N bu, 2N qədər bu. Ayrılan hidrogenin həcmi isə buna da N, buna da N. Məndə bərabərdir də. Deməli, onda yazsam 2N bərabər 0,4, N bərabərdir 2. 0,2. Bunu tapdıq. İndi bizdən nə istəyir? Kütlə dediyinə görə burada 4N qədər hidrogen var. O da N bərabərdir 0,1 qiymətini alıram. Və məndən nə istəyir? Əmələ gələn duzların N-in qiymətini müəyyən eləyim. Bir də M-də alınan duzlardır. N mol bundan var, N mol bundan. Yəni 0,1 mol dəmir xlor 2 var. 0,1 mol kalsium xlor 2 var. Bunun kütləsi olacaqdır 12,7. Bunun kütləsi olacaqdır 11,1. Bunları toplasaq, ikisi bir yerdə 23,8 qram edər M-in qiyməti. Növbəti davam edək 10-cu sual ilə. Bizə maqneziumla karbon verib, deyir kütlələr bərabərdir, reaksiya sərf olan flor. Maqnezium flor ilə reaksiya daxil olaraq maqnezium florid sarı rəngli çöküntü verir. Sonra karbon da flor ilə reaksiya daxil olar. Karbon flor 4 birləşməsini əmələ gətirir. 2 molla girir. Mən buradan fikir versəz bu 24 qramdır, bu 12 qramdır. Bunlar bərabər eləməkdən ötürü bunu da 2 mol, bu 4 mol olar. Bu da 2 mol alınır. Deyir, reaksiyada sərf olunan florun ümumi mol miqdarı 10'dur. Reaksiyanı bu şəkildə əmsallaşdırdım. Məsələn, mən buna x desəm, bu x qədər sərf olar. Buna 2x desəm, bu 4x qədər sərf olar. Ümumi 5x bərabərdir 10 götürsəm, x də bərabərdir 2 çıxır. Deməli, x-i 2 götürəndə avtomatik olaraq onda bu 2 mol, bu 2 mol, bu 2 mol. Onda bunları da qayıdıb təzədən artıranda bu 4 mol. Bu olacaq 8 mol, bu olacaq 4 mol. Deməli, həqiqətən də fikir versəz, sərf olunan florların molu 10'dur. Deyir, reaksiyadan alınan ümumi molların cəmini tapın. Ümumi maddələrin molunu tapın. Budur, reaksiyadan alınanlar. N'dir. N'in qiyməti də bizə verəcəkdir 6. Bir də M istəyirdi. M də maddənin kütləsidir. Bunun da qiyməti 2x, daha doğrusu 2 mol maqnezium götürmüşəm, 4 mol karbon götürmüşəmsə, kütlə təbii ki olacaq 48.
11-ci testimizə baxaq. Bu da maraqlı testlərdəndir. Burada qeyd edir ki, hidrogen klorid əlavə etdik. Manqan 4 oksid çıxdı. Buradan gəlin reaksiyanı yazaq. Manqan 4 oksid üstə gəlsin hidrogen klorid. Alınır manqan klor 2 plus xlor plus su. Burada reaksiyanı əmsallaşdırsaq necə olasıdır? Bunun qabağına düşür 1. Bunun qabağına düşür 4. Xlor olduğu kimidir. Bir dənə də suyun qabağına 2 yazırsam, vəsə. Deməli, qaz ayrılır. Buradan ayrılan qaz təbii ki, hansı qazdır? Xlor qazıdır. Gəlin biz burada manqana görə tapaq, ya hidrogen kloridə görə tapaq. Amma burada diqqətli olmamız gereken bir şey var ki, hidrogen klorid tamamilə sərf olur. Manqan O2 tam sərf olmur. Çünki bərabər mol miqdarda götürülür. Artıq qalan manqan oksidi olduğuna görə 4 oksid biz klora görə gedəcək. Görürəm 4 mol klordan nə qədər qaz ayrılıb? 22,4 litr qaz ayrılıb. Bəs nə qədər xlor götürülsə hidrogen klorid alınar? 4,48. Buradan x bərabər də olur 8 mol. Deməli, bunlar 8 mol götürülüb. Bizə deyir, maddələrdən biri tam reaksiya daxil olarsa x-i və tam sərf olunmayan maddənin artıq qalan miqdarını müəyyən edin. Bunlar bərabər mol miqdarda götürüldükdə, birin 4-ə reaksiya girirsə, bu 8-dirsə, bu onda 2 dənə sərf olacaq. Bu maddədən 6 molu artıq qalar. Vəssalam. Bu qədər.